Ümumilikdə mən bildirim ki, bəzən bizim insanlar cəmiyyətdə bununla bağlı bir çaşqınlıq yaşayırlar. Elə başa düşürlər ki, gömrük nəzarətindən çıxdıqdan sonra onlar yenidən yoxlamaya cəlb edilə bilməzlər. Lakin bu belə deyil. Gömrük məcəlləsinin tələblərinə əsasən şəxs gömrük nəzarətindən keçdikdən sonra yoxlamaya cəlb edilə bilər. Yaşıl kanal vasitəsilə də ölkə ərazisindən çıxmaq istəyərkən həmin şəxs gömrük əməkdaşının seçmə üsulla qırmızı kanala gömrük yoxlanışına dəvət oluna bilər. Yoxlanış zamanı aşkar olunan hansısa bir predmet olarsa, gömrük məcəlləsinin tələbinə əsasən gömrük rəsmiləşməsinə cəlb edilə bilər. Bəyan edilməyən, gizlədilmiş faktlar olduğu halda isə müvafiq olaraq məsuliyyətə cəlb edilir. Gömrük rəsmiləşdirilməsi ümumilikdə risk əsaslı ARAS sistemi tərəfindən analiz vasitəsilə həyata keçirilir. ARAS sistemi həmin yüklərin gömrük yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir və gömrük yoxlanılması həyata keçirildikdə gömrük qanunvericiliyində mallar uyğunluq təşkil edilsə, gömrük buraxılışı təmin olunur. Gömrük buraxılışı uyğun deyilsə, müvafiq olaraq protokol əsasında Əməliyyat Təhqiqat İdarəsinə hüquqi qiymət verilmək üçün təhvil verilir. Yaşıl kanal buraxılış sistemi malların şifahi qaydada bəyan edilməsi üçün nəzərdə tutulmuşdur. Yəni, əgər vətəndaş yaşıl kanala daxil olursa, bu o deməkdir ki, onun əl yükündə və yaxud müşahidə olunan bagajında gömrüyə yazılı şəkildə bəyan olunması mal yoxdur. Qırmızı kanal buraxılış sistemi isə malların yazılı qaydada bəyan edilməsi üçün, yəni gömrük bəyannaməsi təqdim edilməklə tətbiq olunan buraxılış sistemidir. Bu gördüyünüz ərazi mobil telefonların ölkə ərazisinə gələn gömrük orqanına mütləq bəyan edilməli olan əşyaların bəyan edilmə yeridir. Burada olan gömrük əməkdaşları sərnişinlərə xidmət göstərir. Onların gətirdiyi əşyaların bəyan etmə, rəsmiləşdirmə prosesini həyata keçirirlər.